ETDE Qlobal şirkətinin təşkilatçılığı ilə Türkiyədə təhsil imkanları mövzusunda növbəti maarifləndirici tədbir uğurla həyata keçirilib. Gençağız xəbər verir ki, tədbirin əsas məqsədi Türkiyədə təhsil almaq istəyən tələbə və valideynləri düzgün maarifləndirmək, onların qərar vermə prosesinə dəstək olmaq və beynəlxalq təhsil imkanlarını daha əlçatan etmək olub. Tədbirdə Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan İstinye Universiteti iştirak edib. Universitetin Beynəlxalq Əlaqələr Ofisinin müdiri İsmail Civci çıxışı zamanı İstinye Universitetinin təqdim etdiyi ixtisaslar, qəbul qaydaları, tədris mühiti və ümumilikdə Türkiyədə təhsil imkanları barədə ətraflı məlumat verib. Bugün Azerbaycan'da ETDE Global adlı partnerimizle birlikte üniversitemizin bölümlerini, imkanlarını ve aday öğrencilere sunduğu fırsatları birlikte anlatabilmek ve adaylarımızı doğrudan yerinde bilgilendirebilmek için buradayız. Bu fırsatı bize veren partnerimize ve katılımcı tüm adaylarımıza geldikleri için teşekkür ediyoruz. ETDE Qlobal şirkətinin direktoru Mir Yusif Cavadzadə qeyd edib ki, tələbələri dolğun məlumatla təmin etmək, onları maarifləndirmək şirkətin əsas məqsədləri arasındadır. ETDE Global əsas missiyasını yenə də davam elətdirir. Əsas missiyamız əlbəttə ki, tələbələrə bu tədbirlər vasitəsilə doğru düzgün məlumatları verməkdir. Eyni zamanda bunları ETDE Globalın əməkdaşları deyil, partnyorları, ETDE Globalın dəvət etdiyi universitetlər vasitəsilə verməkdir. Bilirik ki, bazarda artıq kifayət qədər şirkətlər, kifayət qədər məlumatlar var. Amma bu məlumat bolluğu üçün də bəzən çox təəssüf ki, çirkli məlumatlar da olur. Bizim əsas məqsədlərimizdən biri isə tələbələrimizin doğru məlumatı, doğru insanlardan, doğru universitetlərdən birbaşa əldə etməkdir. Biz sadəcə bu tədbirlər vasitəsilə ortadan çəkilirik və tələbələrimizə deyirik ki, birbaşa universitetlə görüş və məlumatı sən birinci əldən al. Bugünkü tədbirdə isə tələbələrimiz Türkiyədə təqaüdlü oxuma, yataqxanalar, real təcrübələr əldə edəcəklər. Yəni, Türkiyədə təhsil almış şəxsləri də dinləyə biləcəklər və universitet nümayəndəsi ilə birbaşa suallarını verib endirim imkanları da əldə edə biləcəklər. ETDE Qlobalın nümayəndəsi Leyla Əsadova isə əlavə edib ki, şirkət bu tip maarifləndirici tədbirləri ötən ildən etibarən hər ay mütəmadi olaraq təşkil edir. Biz bugün ETDE Global olaraq Türkiyədə təhsil imkanları konfransı həyata keçiririk. Bu konfransda əsas məqsədimiz valideynlərə və tələbələrə Türkiyədə təhsil imkanları ilə bağlı, təqaüd proqramları ilə bağlı və qəbul şərtləri ilə bağlı məlumat verməkdir. Həmçinin bugün İstinye Universiteti bizim qonağımızdır. O da əsas məqsədi odur ki, burada tələbələrə universitet qəbul şərtləri ilə bağlı, həmçinin endirim şərtləri ilə bağlı məlumat versinlər. Buna əlavə bizim bugün bir çox mövzudan bəhs edəcəyik konfransımızda. Bunlardan biri də ki, SAT və YÖS ilə bağlı, yəni Türkiyəyə qəbul şərtləri ilə bağlı məlumatlardır. Bizim əsas məqsədimiz tələbələrə daha şəffaf və dolğun şəkildə məlumat verməkdir. Həmçinin biz davamlı olaraq bu tədbirləri həyata keçiririk, müxtəlif mövzularla bağlı və müxtəlif universitetlərlə, ölkələrlə bağlı. Növbəti tədbirlərimizi isə keçirməyə davam edəcəyik. Tədbir çərçivəsində həmçinin Türkiyədə təqaüdlü təhsil, dövlət proqramı, Türkiyə bursları, qəbul üçün tələb olunan sənədlər və digər vacib mövzular ətrafında geniş məlumat verilib. Qeyd edək ki, ETDE Global gələcəkdə də beynəlxalq təhsil imkanlarını əhatə edən maarifləndirici tədbirlərlə tələbə və valideynləri dəstəkləməyə davam edəcək. Bugünkü tədbirimiz əslində Türkiyədə oxuyan tələbələrə daha maarifləndirici məlumatlar vermək üçün önəmli olduğunu düşünürəm. Çünki bəzən tələbələr səhv məlumatlar ala bilir, sənədləşmə prosesində səhvlər edə bilir. Bu tür tədbirlər tələbələr üçün yaxşıdır ki, yəni düzgün sənədləşmə necə olacaq, düzgün universitet seçimləri necə edə bilərlər tələbə, hansı ixtisasları seçə bilərlər, ixtisas uyğunluğu tələbəyə görə. Ona görə bu cür tədbirlərin tələbələrə daha faydalı olduğunu düşünürəm. Mən özüm də Türkiyədə oxuyan bir tələbə olaraq, Türkiyə məzunu olaraq tələbələrə bu tip konferanslara və tədbirlərə aktiv olaraq iştirak etmələrini tövsiyə edirəm ki,
düzgün şəkildə Türkiyədəki universitetlər haqqında məlumat ala bilsinlər. EDDI Qlobal 8 ildir ki, artıq fəaliyyət göstərir. Demək olar ki, 2 ildir sizlər şəkildə xarici təhsillə bağlı maraqlı layihələr həyata keçiririk, konferanslar, tədbirlər həyata keçiririk. Bu gün isə Türkiyədə təhsillə bağlı təşkil etdiyimiz bu tədbirdə gənclərimiz bakalavr, magistr, doktorantur təhsili haqqında ətraflı məlumat əldə edə və gələcəkdə təhsillərini Türkiyədə ala bilərlər. Gənclərimizin hər birinə uğurlar arzu edirik. Əslində bizim Türkiyədə təhsil imkanları haqqında çox az fikrimiz, məlumatlarımız var idi. Lakin bura gələndə tam məlumatlanmış oldu. Bizə çıxış edən şəxslər bizə çox ətraflı məlumatlar verdilər. Həm universitet haqqında, həm oradakı şərait haqqında. Getsək bizim üçün köməkli ola biləcək məlumatlar verdilər. Və düşünürəm ki, əgər getmək istəsək, oradan bizim işimizə yarayacaq məlumatlar. Bugün EDDI Qlobalın təşkil etdiyi Türkiyədə təhsil imkanları konferansında iştirak elədik və bizim üçün çox faydalı oldu. Çünki burada bir sıra suallara cavab tapdıq. Burada xarici təhsil imkanları, qəbul prosesi, ixtisas seçimi və s. haqqında geniş məlumat verildi. Buna görə EDDI Qlobala bu tədbir üçün təşəkkür edirik. Tədbir çox maraqlı və səmərəli keçdi. Türkiyə haqqında yeni məlumatlar əldə elədim. Yəni Türkiyə universitetləri haqqında, universitetlər haqqında, məsələn yurtları haqqında, sonra bursları haqqında çoxlu məlumatlar edindik. Və çox maraqlı və xoşuma gəldi, əyləncəli oldu. Buna görə də EDDI Qlobala təşəkkür edirik. Tədbir çox maraqlı idi. Ətraflı məlumat verdilər bizə. Əsasən də təhsildə xarici təhsil haqqında maraqlı məlumatlar əldə etdik. Əsasən tələbələr üçün hansı ki ən əsas suallar var, onları cavablandırdılar. Buna görə də çox əhatəli bir tədbir oldu. Buna görə də təşəkkür edirik.